Exceldə illik, aylıq və həftəlik artma azalma tempini yoxlamaq üçün bir üsul göstərəcəyim. Bunun üçün mənim yazdığım formulu siz də qeyd edirsiniz. Deməli, bərabərdir if. Əgər deyirik ki, 2025-ci ilin nəticəsi 2024-cü ilin nəticəsindən böyükdürsə 5, kiçikdirsə 6 nəticəsini verir bizə. Bunu digər sətirlərə də tətbiq edirik. Daha sonra bu seçilmiş ərazinin şriftini dəyişirik və mənim qeyd etdiyim bu şrifti, Webdings şriftini seçirik. Gördüyünüz kimi oxlar oldu, yuxarı və aşağı. Daha sonra gəlirik buradan number format hissəsindən more edirik. Gördüyünüz kimi buradan custom seçirik. Buradan generala dəyişib yazırıq. Green bərabərdir 5. Red bərabərdir 6. Yəni burada nə demək istəyirəm? Əgər 5-dirsə yaşıl et, əgər 6-dırsa nəticə, o zaman qırmızı et. Və gördüyünüz kimi artıq nəticəmiz alındı. Daha çox Excel videoları üçün səhifəmizi izləməyi, videonu bəyənməyi və dostunuza paylaşmağı unutmayın. Növbəti Excel videolarında görüşənədək hələlik.